Hər birinizi salamlayıram dəyərli izləyicilər, videomuza xoş gəlmisiniz. Başlıqdan da gördüyünüz kimi bugün Azərbaycan efirlərində baş vermiş ən gülməli və ən maraqlı hadisələrə baxırıq. Demişdim ki 100 like gəlsə davamını çəkəcəm və 107, 108 falan belə like gəldi. Mən də davamını çəkirəm, yəni like dedikdə bəyənmə. İndi bu videoya da 100 bəyənmə gəlsə bunun davamı gələcək tezliklə. İnşallah videomuzu bəyənərsiniz, video xoşunuza gələr. Yorum yazmağı da yaddan çıxarmayın. Biz də keçək videoya. Bu arada videomuz sadəcə gülmə məqsədidir. Video mizah məqsədidir. Yəni ki başqa məqsəd daşımır da, sadəcə gülür. Sizin axım gələn ağzınıza yaxın ala şeirdir. Çox qəşəng şeirdir həqiqətən. Ana davam elə. Yaxım sizin ağzınıza, ağzınızı açım sizin, başım soxum ağzınıza. Aktyorun adı neydi? Adı yadımdan çıxdı ya. Müşfiq idi, neydi aktyorun adı? Getdi özündən option. Adının önəmi yoxdur. Bir də onu bildik ki özündən getdi gülməkdən. Ağzınızda ölürəm. Bax bir dənə şeiri yazandan başqa, şeiri yazan gülmür. Şeiri yazandan başqa hamı gülür. İçindəki ruhunuzu görürəm. Girim sizin ruhunuza ruh. Ara ruha girmək nədir? Vallahi heç olmasa ömrümüzə girim desəydi ondan yaxşıdır. Ruha girmək lap pis oldu ya da. Əlləşirlər, tikim sözü ad deyil. Yaman tikir ha. Ağzı tikik az deyil. O mənası dərindir. Ağzı tikik az deyil. Yəni ki ağzı bağlı az deyil. Estağfurullah. Tüprə Of işte heç anlamadım. Buna şeir adı vermək olar, sizcə şərhlərdə fikrinizi bildirin. İnan mənə, mən elə bir belə şeylər yazaram ki, partlayış olar da qısa konkret. Əsl efirə çıxmalı olaram, danışmaqla biraz əsəbi, aqressiya. Ağzı sökük yaz deyil. Yaz deyil. Tüpürcəyim baldı mənim. Nə onu siz bilirsiniz. Arxa fona nə qəmli mahnı qoyublar bunlar. Bunun alın bunu. Ha yox. Ardını oxumaq istəmədi. Alın bunu nəsə zad. Ha yaxşı. Ha, alın bunu ağzınıza, oturacağım. Alın bunu ağzınıza. Nəyi? Sazdı mənim, sarı simim çalğınıza. Çalğınızda tikəcəyim çoxdur mənim, safım sizin ağzınızda. Ağzınızı söküm sizin, Tanrı baxır üstümüzdə. Ancaq ağız, tikmək, bir də ki girməklə bağlı oldu bu şeir. Ən çox bu sözlər işlənildi. Nəysə baxaq. Göz önündə tikim sizi, Tanrı çatdı dadınıza, əmr elədi, söküm sizi. Qarğışı silin ağzınızdan. Sizin için Mahnı çox qəmli bir mahnıdır. Şeir də gülməli. İkisi bir-birini əvəz edir. Tabii canım. Helal olsun ulan. sizin üçün diz çökürəm. Qamətlimi bükürəm. Aktyor fikirləşir ki, mən nə qələt eləyib gəldim bu efirə, özümü güclə saxladım deyir. O ağzınızı tikirəm. Biraz burada yux aparıb elə bilmiyorum ki. Öpüm tikən ağzınızı sökürəm. Şeiri oxuyan niyə gülmür? Boylanıram, içinizi görürəm. Ağzınızın içində mən oluram. Ağzınızı tikirəm, ağzınızı sökürəm. Temalarda bunlar əməli başladı. Valla nə bilmə. Belə şey görməmişəm mən. Buna şeir adı vermək olarmı? Nə bilmə, çox qəribə bir şeir deyə. Nağıl da elə bir. O gah ağzı tikir, gah ağzı sökür. Oha ne diyor? Yəni kiminsə ağzı getdi də burada hoş. Zavod, suyu normalne. Da, bana vandam diyenler vardı. Qaş eşref teki əvəz eləyir, yoxsa onu parodiya eləyir, nə bilim. Açıqlarından oxşatdım. Olma, çıksın gözü kimdi o? Mahnı zordur. Heç nəyi götürmürəm. İnanmırsınızsa gedək o Türkiyəyə çantamın içini töküm göstərim. Heç nəyləri yoxdur. Sen Türkiye'ye gitmeyin bitti kızım, artık onu yuxuda göreceksin. Yani gitti yani olmaz. Git. Git benim otağımda otur. Benim otağımda otursun. Qız nəsə dedi ağzının içində. Vallahi nəsə dedi ağzının içində o.
Mən baxa öz də deyir ki, gedim Türkiyədən çantamı gətirim. Öz də elə fəxrlə deyir ki, bilirəm Xoşqədəm xanım deyəcək ki, yo lazım deyil yəni. İndi buradan Türkiyəyə getməsən. Adınız nədir? Əmiş. Əliş kişi. Əmiş. Bəli? Saur getdi. Əmiş. Hə. Zaur indi ürəyində deyir ki, mənə lazım idi, adını soruşdum. Bu arada Əmiş ad olur, şərhlərdə öz fikrinizi bildirin. Məncə traktor, telefon ad olursa, Əmiş də ad ola bilər yəni. Həqiqətən bir dənə uşaq var idi. Adı traktor idi. Televizordan eşitmişəm amma ki, ola bilər. Rayona gedirdim bu günmü? Gecə saat 4-də. Hə, biraz tez durmuşdum. Piyada gedirdin Sabirabada? Ayaqla gəzməyi biraz xoşlayıram. Amma Musabra qədər yoxdur. Hara qədər getdin? elə gəzib dolanıram, amma elə Gecə saat 4-də. dəqiq tanımıram. Heç hava işıqlanmır. Və küçə itləri O var. başdan vaxtı idi da. Qorxmursan cumalar üstünə dişləyərlər səni. Zahır Baxşəliyev tutub deyəsən yalan deyir bu. Gözünün bilən baxaq davamlı nə olur. Zor mümkün. Tət götürməyə gedirdim Sabirabada. Şəxsiyyətin hardaydı? Nədir? Götür. Gecə 4-də şəxsiyyətini hardan götürməyə gedirdin? So yalanı çıxdı üzə. Zahır bildi yalan deyir. Çox bildirtmədi də yəni. Bilir axı cavab verə bilməyəcək. Salam aleyküm. Necəsiz? Necəsiz? Gülürdünüz. Bu gülüşü Play Marketdən zaten yükləməyib təsadüfən. Həmişə gülürəm. Niyə? Həmişə gülürəm. Nəyə gülürsün? Amma Allah mən də elə həmişə gülürəm. Burası indi kamera arxasında dəxilsiz şeylərə gülməyim gəlmir də əslində. Bir də gülür. Qorxudursun. Burada özü güzeldi biraz. Amma neyse. Çox sağ ol. Bunu videolarda la. Qorxutursuz deyir. Mənə daha da qoyur üstünə başlayır gülməyə. Qorxutmaq istəyir. Halaldır. Həqiqətən belə gülməyə bacaran insan görməmişdim. Bu cür güzənən insan görməmişdim. Hə, elə söhbət elədik şirin-şirin, bir də gördük ki, belə eləyir təyyarə. Elə bir yolda yağmaya düşənə. Bir də onu gördüm ki, təyyarə işçilər yoxdur, dəyəmən var. İtdilər, tətər qaçdılar hamısı. Bunlar o insana o qədər psixoloji təsir göstərir ki. Bəs biz yazıq deyilik, mən öldüm. Mən də adama, yox qaçdılar, girdilər, nədir, pərdəni də çəkdilər. Aləm dəydi bir-birinə, təyyarə, baba belə töküldü. Çox maraqlı söhbət gedir. Demək sumkanı atıb mənim başımın üstünə qoyum. İçi də dolub xırda pullardır. Türk TL'lər yoxdur, bir baxdı. Dang hamısı tökülür başıma. Belə bax dedim. O əsas o da puldur. 1 TL'lik Türk pul. 1 TL nə qədərdir? Deyir ki 1 TL'lik pullar deyir tökülür də. Qoyaram cibimə fırladaram, gedib xərcləyərəm də özüm üçün. Puldur da nə fərqi 1 qəpik, 10 qəpik. Bu yandan pul heç. Amma onlar orada yerində olsaydılar. Gördü ha ölürəm də mən. Gələydi tutaydı əlimdən ki. Narahat olmayım. Səhv deyirəm. Ən dəhşətlisi sizlərdir. Gör psixoloji təpkiyə bax, neysiniz? Arkada bir dənə kişi molla. Birdən durasan ayağa, əlini qaldırasan göyə ki, ya Rəbbim, 200 nəfər günahsız insan dərgahıma gəlir, qapımı aç, gəlirik. O molla deyəsən elə ölmək istəyir elə. Allah qorusun deməkdənsə qayıdıb deyib ki, qapıları aç, gəlirik. Demək, işçilər hamısı qaçıb, kişi molla durub ayağa artıq Quran oxuyur ki, gedirik. Siz o vəziyyəti qarşısında canlandırır. Başqa. Təyyarə edəndən sonra, bir də gördüm yoxdur mollanın. Hələ bir təbət çəkdi onu ki, sən bizə nələr yaşatdın. Sənə Nəfər qaçırdı. Yox, olmaz belə şeylər eləmək. Yorum sahibi Aşıq Mübariz yazıb ki, sən nəyə oxuyursan? Aşıq Mübariz, eşidirsən məni? Mənim oxşarlığım sizi və başqalarını narahat etməsin. Sizin sənətinizdə və özünüzə böyük hörmətim var. Yəqin etmək istədiyimi anladınız. Salam aleykum, Allah sizi qorusun. Bu hərbiçidir deyəsən. Qarabağ müharibəsində iştirak edib, tam bilmirəm. Amma ki belə danışıb videolar paylaşır da, yorumlara cavab falan verir. Bunu efirə, yəni Aşıq Mübarizə cavab vermək üçün çağırıblar? Onu anlamadım. Nə üçün çağırdıqlarını anlamadım. Dünənləri mama zəng eləmişdi, Natavanla danışmışdı, söhbət eləmişdi. Zəng elədi, dedi ki, mənim oğlumu qaytar, mən oğlumu istəyirəm. O da qayıtdı, dedi ki, yuxuda görərsən sən oğlumu. Nağılın ikinci hissəsi dostlar.
O da hissləndi, qayıtdı ki, mən sənin oğlumu qaytarmayacağam, nə eləməyəcəm. Deyir, istəyirsən oğlumu deyir. Verəcəm sənə deyir oğlumu deyir. Sən əşya zatsan, Mən də onu deyirəm, mən paltar yuyanam, yoxsa ütüyəm, nə bilim əşya zadam. Paltaryanam, ütüyəm, nə bilim əşya zadam, qaqaş düzdü hamısını. Mən Allah Elgi sıraydım deyir, ət maşısı, ət maşısı. Hayır böyle. Elgiz Əkbər çox, həqiqətən çox maraqlı bir aparıcıdır da. Sırf nənəmgili falan baxanda mən də oturub baxıram. Ay Allah. Maşallah, maşallah. Gəlin bura zəhmət olmasa. Siz müğənni deyilsiniz. Mən hansı müğənni oxşatdım qadını? Xətrinizə dəymədi, çox üzr istəyirəm. Tank sözünü işlətdim, qurban ol. Elə dillər də, dillər tank boydadır. Maşallah, bu qədər arıqladı. Tank boydadır. Sağlam, Elə dillər deyir. beyinləriniz, Tank boydadır. istədiyiniz kimi aksesuarlar taxırsınız. Peşman oldu efirə gəldiyinə görə. Əvvəl amma əziyyət çəkirdiniz çox. şəkilə baxırsan Eşitdim ki, həyatdan da küsmüşsünüz çox. Getmirdiniz toya, şənliyə. Yoldaşınız var? Buyur, subaysınız elə. Nəcəb soruşur ki, yoldaşınız var. Nə məsələdir görəsən? Ərə gedəcək sizdə yəqin ki. İnşallah. Nəysə. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər bu video sizin xoşunuza gəldisə, like atıb kanalımıza abunə olmaqdan çıxarmayın. Buraya qədər izlədiyinizə təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.